preparatlardır, antibiotiklərdir. Yəni bir çox kimyəvi dərman preparatları da yeri gəlmişkən deyim, bunlar da cinsi zəiflik yaradır. Uzun müddət istifadə elədikdə, təbii ki, 1-2 günə üçün olmur. Uzun müddət istifadə elədikdə cinsi zəiflik yaradır. Eyni zamanda antihipertensiv vasitələr, yəni arterial təzyiqi aşağı salan dərman vasitələri, kimyəvi dərman vasitələri də bunlar özləri də özlüyündə cinsi zəiflik yaradırlar. Ona görə mənim məsləhətim nədir? Yəni arterial təzyiqi yuxarı olan adamların təzyiqin yuxarı olmağının səbəbi olur. Yəni burada konkret səbəb var. Ya bu böyrək mənşəli olur, ya beyin qan dövranının pozulması ilə bağlı olur, ya artıq çəki ilə bağlı olur. Yəni bu səbəbləri aradan qaldırmaq daha məsləhətdir. Yəni ancaq vəziyyətdən çıxmaq üçün antihipertensiv vasitələrdən istifadə eləməklə arterial təzyiqin yüksəlməsini müalicə eləmək mümkün deyil. Bunun ancaq kökünə təsir etməklə, yəni beyin qan dövranını yaxşılaşdırmaqla, böyrəklərin funksiyasını yaxşılaşdırmaqla, maddələr mübadiləsinin pozğunluğu ilə bağlı problemləri aradan qaldırmaqla bunu müalicə eləmək daha yaxşıdır. Mən praktikamda belə hallarda zəli və hicamadan istifadə edirəm. Yəni şəxsən özümdə də istifadə eləmişəm və insanlara da geniş tətbiq eləmişəm və yaxşı nəticə almışam. Zəli və hicama ilə arterial təzyiqin normallaşdırılması çox gözəl effekti olur və üstəgəl bunun cinsi funksiyaya nəinki mənfi təsir olmur, həm də çox müsbət təsiri olur. Ona görə bu vasitələrdən istifadə eləməyinizi məsləhət görürəm arterial təzyiqi yüksək olan insanlar. Və üstəgəl bir şey də qeyd edeyim ki, keçən səfər demişdim, yəni gizli şəkərdə də belə bir hal var. Yəni gizli şəkərdə də, yəni insulinin artması zamanı, gizli şəkər göstəricisinin artması zamanı da kişilərdə cinsi zəiflik yaranır. Bunun da səbəbini izah eləmişdim. Bu da insulinin qanda artması və həmən insulinin elə bir ki, testosteronu, yəni kişi hormonunu bloklaması ilə bağlıdır. Ona görə də məsləhətdir ki, cinsi zəifliklə əlaqədar olan problemlərdə, cinsi zəiflik hallarında müayinədən keçərkən